Dediklərinə görə mən bir ildir evimi təmizləmirəm. Amma hər şeydən əvvəl hər kəsə salam. Kanalıma xoş gəlmisiniz. Bugün belə dadlı bir pomidor yumurta ilə günə başlayıram. Çünki bugün vlogda işimiz çoxdur. Həm marketdən abur-cubur alacağıq, həm də keçən dəfə vlogumda yarımçıq qalan mətbəx pəncərələrimi siləcəyik. Ən əsası isə təmizlik vlogunda mənə gələn o qəribə mənfi rəylərə elə pəncərə silə-silə reaksiyamı bildirəcəm. Gəlin, indi isə vloguma başlayaq. Bəzi lazım olmayan şeylər almışıq marketdən, istəyirəm sizə göstərim. Bu lazımdır. Salfetka. Belə bir konfet aldıq. Bu marajna 1 manat 55 qəpiyyədir. Çox qəşəng marajnadır. Bu Tralın. Bu Seydərin. Belə bir kofe aldım. Belə bir konfet almış. Görə bu necədir? İçeride köndürdüm. Sonra bunu Nilay'a alıp marajna. Ha, Sandra. Bu biri Nilay'ın, biri benim. Salfetka tuvalet için. Rahim'in maşını. Alça artıq endirimdədir. İçiyə 3 manat 2.99 tutarı. Bu qədər almışıq. Bu qədər elədi 1.39. Ranch sok alıb özünə. Tacının semiçkası qəşəngdir. Bundan aldıq. Bunu Nilay alıb. 95 qəpik, yoxsa 1 manat 9 qəpik. Saqqız. Srok. Özüm almışam. Bunu da özüm almışam. Bu da çox qəşəngdir. Bu Tural o vaxt alanda 50 qəpik idi. Tural. Artıq qiyməti qalxıb. 1.45 olub. Bir dənə bir rol. Onda Rahim alıb püf. Adı püfdür. Bu kadar bir şey aldım. Çeki görmedim. Neyse belə. 20 neçə manat vermiş itiral. 24 manat. İstəyirəm bunlardan yerləşdirim. Süfrəyə qoymağa. Yaparım. KitKat da aldırıblar itiralar. Bu da qəşəngdir, tacındır. Kokosudur, çox qəşəng konfet. Bunu ama 2 dəfə içəcəm. Yoxlamaq üçün aldım. Cürbəcür növləri var idi. Belə, bu da belə. İnanın atalım. Bunlar hatta xara deməklə. Maşınlardan da süfrədə yeri yox, rest olur. Geçən dəfə mən buraları təmizlədim. Aspiratorun üstünü təmizləmişdim. İndi bilmirəm. Buradan o çirk görsənir ya yox. Baxın. Görürsünüz. Toz kimi görsənir də burada baxın. Toz kimi görürsünüz görsənir. Gördünüz? Baxın. Yəni bunu getmir də. Belə edirəm ki tam getmir. Gördünüz? Toz yeni var. Yəni bunu nə vaxt təmizləmişəm. Vloguma baxsaz görərsiniz. Hardasa bir həftə bundan əvvəl təmizləmişəm. Yəni bir həftəyə bu belə olur. Mən buranı da təmizləməmişdim. Hardasa 3 həftə. Çünki yağ çöz üçün bitmişdi. İndi bunu təmizləmişəm. Vlogda da göstərmişəm. Ondan sonra isə baxın bu vəziyyətdir. Görürsünüz yenə toz olubdur. İndi mən bunu 3 həftə təmizləməsəm bu yenə eyni vəziyyəti alacaq. Niyə? Bu aspirator işləmir. Bu aspirator işləmir. Baxın burada bunun yeri də var belə. Görürsünüz? Bunun yeri var burada. Burada əslində onun torbası kimi olmalıdır da. Belə bux çəkən yer olmalıdır. O yoxdur orada. Buxar çəkmir. Yəni işləmir. Burada bir paket yerləşdirilib. Bu bizdən əvvəl də belə olubdu. Yəni bu aspirator burada yalanlandı. Yenə də yumuşaq təmizləmişəm. Görürsünüz ləkələr yenə də düşür. Yəni azilit kimi güclü təmizləyici vasitə yoxdur. Onunla təmizləmişəm o gün. Yenə də bu ləkələr qalıbdır. Yəni yaranır. Çünki mən evdə yemək bişirəndə ümumiyyətlə çirklənməlidir. Bu normaldır. Deməli, mən nədən danışacağam?
ilk öncə. Keçən dəfə təmizlik vloqu eləmişdim. Mətbəximi təmizləmişdim, aspiratoru təmizləmişdim və mənə çoxlu rəy gəlməyib, yalan deməyəcəm. Bir dənə YouTube-da rəy gəlmişdi, təhqir edici söz yazmışdı, onu sildim. Cavabını da vermədim, sildim. Həmin yəqin ki, adam idi, dözməyib ki, Instagramda da mənə şərtdə yazmışdı, orada da onu sildim. Mən demək istəyirəm ki, yəqin ki, onsuz da bilirəm ki, məni izləyənlər başa düşdü. Daimi izləyən izləyicilərim bilirlər ki, mən nə iş görürəm, necə görürəm. Sadəcə olaraq onu demək istəyirəm ki, mənim o yağım, aspiratorun elə yağlı olmağı 3 həftədir mən onu təmizləmirəm deyə el olubdu. Yəni, mən illərdir yazıb ki, mənə 1 ildir evin yağını təmizləmirsən. Nə bilirsən, mənlə bir yerdə yaşayırsan, 1 ildir mən evin yağını... Ümumiyyətlə, elə bir adam var ki, 1 il evini təmizləmirsən, elə bir şey mümkündür. Yəni, məntiqsiz sözlər yazırsınız. Götürüb mənə yazıb ki, bəs belə-belə də, 1 ildə evin yağını təmizləmirsən, nə gündən? Mən o qədər şüursuz deyiləm, 1 il evini təmizləməyim və təmizləyəndə də götürüm bunu YouTube-a çəkim qoyun, sizi kimi axmaq da gəlib mənə fikir bildirsin. Mən o qədər şüursuz deyiləm. Mən sadəcə 3 həftəyə təmizləmədiyimə görə aspiratorum o günə qalmışdı. Divarı da bizdə kafeldir, patoloqa qədər kafel dəriyir. Oranın da ki, yağ onsuz çökür də, bişəndə buxuna yapışır. Mən də oranın təmizliyini təmizləmək istəyəndə yaxıldı, ümumiyyətlə xlor yağı aparmır. Yəni pis günə qoydum da saraltdım. Ona görə də səhəri getdim, azilik aldım. Azilik də çox gözəl təmizlədi həqiqətən də. Və durub bunu mənə irad bildirir ki, illərlə elə bir şey ümumiyyətlə mümkündür. Kimsə bir il evini təmizləməsin, hansısa bir küncünü, bucağını təmizləməsin. Nə məntiqsiz sözlərdir yazırsınız, məntiqsiz düşüncədir, düşünürsünüz. Elə şey mümkün deyil axı. Həmin onu yazan adamlar 100%, ümumiyyətlə kim ki görmüşəm, həmişə həyatda da elədir. Fikir vermişəm ki, qatıb qatışdıran adam, bir var təmizkar, bir də var natəmiz olan təmizkar. O xunada qab yuduğu yerdə aparıb corabını yuyan adamlar da ona irad bildirirlər ki, bunlar təmizkardır, cəmaat pintidir. Tualetə girəndə 100% əlinizi sabunla yumursunuz. Gəlib burada mənə mənfi rəy yazasan, mənfi də düşür. Hələ dözmür gedib Instagramda da mənə yazır. Nə vacibdir axı? Yaxşı mən pintiyəm. Nə vacibdir gedib Instagramda da onu yazırsan mənə? Nə olur da onu yazanda? Həmin onu yazan adama deyirmiş, və sən tualetə girəndə əlini sabunla yumursan ki, onunla bunda nəsə axtarırsan. Niyə mən balaca kütləm var? Mən izləyən xanımlar heç biri mənə elə bir irad tutmadı. Bir sən ağıllı çıxdın, bir sən təmizkar çıxdın. Sən düşündün ki, mən 1 ildə evimi təmizləmirəm. Deyir, ged ancaq saçınla oyna. Əlbəttə, insan evini də təmizləməlidir, özünə də baxmalıdır. Adam var ki, evi təmizdir, özü iti verir. Başından yağ axır. Nə edirəm belə təmizlik? Əlbəttə, evim də təmiz olmalıdır, özüm də təmiz olmalıyam. Birinci özümü təmiz saxlamalıyam ki, evimi də təmiz saxlayayım. Ay, başıboş insan. Nəysə, başlayaq təmizliyimizi görək. Buradan da elə düşünən insanlar, o vloqa baxıb elə düşünən insanlar cavabını almış olsun. Bura yenə azilik vururam, çünki yağ olur da, mən çünki iş gördükcə olur. Kim xunasını sala hər gün dərindən yağ olanda silirəm, məsələn, silip ilə silirəm yağ olan yerləri. Kim dərindən hər gün kimyəvi maddələrdən özünü zəhərləyir ki? Amma yavaş-yavaş işin görür də. Ağıllı çıxıblar. Belə bir su hazırladım. İçinə qap şampunu tökəcəm. Sən deyərsiniz ki, nəyə görə elə negativ yazana, elə hər negativ yazana deyək ki, buradan cavab verirsən. Bugünə kimi düzdür, şükür Allah'a kimsə elə bir böyük bir tənqid eləməyib, amma bir fikrini bildirə bilər, normal şəkildə təbii ki. Ancaq mən burada niyə o adama fikrimi bildirdim? Çünki mənə çox pis, təhqir edici söz yazmışdı YouTube-da. Ona görə mən ona burada cavabımı verdim. Hətta Instagramda da gedib yazmışdı, amma mənim Instagram səhifəmdə mənim daha çox iş yoldaşlarım izləyir, mənim tanıyan insanlar da orada görür. Ona görə mən uyğun bilmədim ki, mənim haqqımda kimsə orada yerli yersiz negativ bir şərh yaza. Yəni Instagramdan da dərhal sildim görən kimi və istədim ki, buradan fikrimi bildirim ki, mən bu təmizlik vloquma baxanlar, yəni kimsə varsa da ki, elə düşünməsin ki, mən onu illər duranı, yəni təmizləmirəm. O təbii ki də normal götürəndə heç kim evini elə bir şey ola bilməz ki, biri təmizləməsin. Yəni məntiqsiz bir fikirdir. Yəni evini təmizləyə bilir ki, ev neçə gündən bir çirklənə bilər. Yəni bu normal deyil. Sadəcə dediyim kimi elə vloqda da göstərmişdim ki, mən yağ çözücüm bitib, həm də ki o yağ çözücü elə də yaxşı deyildi.
Tural almışdı. Mən azelit almaq istəyirdim. Ona görə istəyirdim ki, özüm gedim baxım görüm nə ala bilərəm. Gözlədiyimə görə o vəziyyətə gəldi. O da artıq 3 həftə olar da, yəni yaxşı üçün bitmişdi. Və biz təmizlik maddələrini heç vaxt marketdən almırıq. Ümumiyyətlə şampunlarda falan onu marketlərdən almırıq. Təmizlik vasitəsi satılan yerlərdən alırıq. Abur-cubur alanda baxıram ki, azelitin qiyməti marketdə 7 manatdır. Ancaq mən onu təmizlik vasitəsi satılan yerdən isə almışam 4 manat 50 qəpik. Araz marketdə isə 7 manat qiymət. Görün nə qədər fərqi var. Və sonda şüşələri silib silirəm. Çünki silib ləkə saxlamır. Məsəl üçün bizim saç şampunlarımızdır, duş gelidir, Rexonalarımızdır. Bunların hamısını Tural 28-də Dəmiryol vağzalı tərəfdə Optava yerdən alır hər dəfə. Orada çox ucuzdur. Yəni hər şeyin öz yeri var. Məhəlləmizdə isə təmizlik vasitələri satılan mağaza var. Təmizlik vasitələrini isə oradan alıram. Təsəvvür edin, bizim şampundur, Rexonadır. Tural onun 5 manata alır. Məsəl üçün 7 manata alır, amma onlar marketdə 8 manata, 10 manatadır. 3 manat, 4 manat marketdən fərqi var. Ona görə biz hər şeyi öz yerindən alırıq. Orada məsəl üçün lazım olan xırda şeyləri, əlcək falan. Onlarda midi sədərək edən bir yer var. Oradan alıram. Pəncərələri tez sildim ki, təzə dırnağımla ağır işlər görməyim. Heç olmasa bir həftə səliqəli qalsın. Ondan sonra bir həftədən sonra ağır işlərimi görərəm. Dırnağa yazılmışdım. Tez işimi gördüm. Pəncərələri sildim. Gəldim dırnağa. İndi isə bu dəfə dırnağımı istəyirəm ki, frenc eləyim. Dırnağım həm də biraz uzanmışdı, qısaltdıq. Həm də ilişirdi uzandığına görə. Ona görə qısaltdıq, frenc gözəl bir dırnaqlar elətdirəcəm. Bu da mənim təzə dırnaqlarım. O qədər bəyəndim ki, çox qəşəng, səliqəli, fresh görsənir. Elə buradan çıxmışdım, kargodan zəng gəldi. Axranın yanına qoymuşuq, götürərsiz. Kargomu da götürdüm. Qalxıram yerə. Daha doğrusu yerəm evə. Tural da zəng elədi ki, artıq gəlirəm Rahmi bağçadan, götürüb gəlirəm evə. Mən də tez özümü evə çatdırdım. Çatdıran kimi əti çıxardıb qoymuşdum ki, buz açılsın. Başlayıram əti çəkməyə ki, kotlet eləyim. Tural gələnə ac gəlir, evə deyirəm yemək hazır olsun. Neçə vaxtdır Nilayda toyuq filəsinin kotletini istəyirdi. Əslində mən filəni içinə kökdə qatırım. Köküm olmadığına görə nə var isə onu hazırlayıram. Orada buğ çıxır. O da ki, çaydan qaynayır, onun buxarıdır. Montajda gördüm elə bir ət çəkən maşına tüstü çıxır. Ancaq çaydan. Tural evə gələndə mən belə oluram. Tez oradan çay qoyuram, çay dəmləyirəm və yemək hazırlayıram ki, işdən gəlir, yorğun və hər şey hazır olsun. Qaça-qaçana çatdırıram. Həmişə sadə baxıram, Tural evə gələnə yaxın başlayıram yemək hazırlamağa. Çünki xoşlayıram ki, yeməyi təzə yeyəsən də, yeməyi bişirib saxlayanda dadı dəyişir. Başlayaq mı qarışdıraq? Əlcək yeyirəm çünki təzə dırnaqlarım var. Belə kotlet eləyirəm. Üstümə başıma fikir verməyin. Belə gəldim əlimə bu keçdi geyimim tez bazar. Aşağı düşəcəkdim deyə. Boşqa. Bir kek yiyəcəm burada. Ya bu sərcəylə geyim. Taxtaya qoyuram. Gözlük eləyəcəm. Sizə getdim. Bugün işlərimi gördüm. Tırnağımı düzəltdirdim. Sonra kargo gəldi elə. Oradan çıxanda zəng gəldi ki, kargomuzu gətirmişik. Orqanizer almışam. Sirməyə, kosmetikalarımı yığmaq üçün. Onu da götürdüm. Onu da ya ayrı çəkməliyəm, ya da belə. Bilmirəm, baxacam. İndi bu vlogu çatdırsam bu vlog üçün çəkəcəm. Çatdırmasam növbəti vloga çəkəcəm. Bunu da çatdırmayacağım. Çünki başqa işlərim də var. Düşməliyəm aşağı. Yemək hazırlayayım axşama. Mən axşam yemirəm. Ona görə.
de gəldi bağçadan. Onu gəldi etdim. Hoş getdi. Dumanlarımı edirəm səhər qarşı. O Choriting challenge var ya, onu edirəm. Hər gün səhər 10 dəqiqəmi aparır. Çox çətin dəqiqədə yuyum çəkirəm, onu edirəm. Hiç saxlamayacağım. Başqa o birisi hərəkətləri edirdim, onu gördüm yox mənə. O birisi yüngül hərəkətləri artıq mən o rejimə düşəndən sonra eləsəm yaxşı olar. Hal-hazırda mənə güclü o rejimdən hərəkət eləmək lazımdır. Başlayaq. Sartmağa bunları götürmə, burada yağ olacaq. Burada götürək. Ama siz söyler ki bu hareket edilmeli ki gösterebilmeli çünkü biz ne güne kavram çatır hareketlerde diye çok çatır onları ben böyle rahat şekilde gösterebilmeyeceğim size. Gösteremem ki geleceğini ki bir 10. gününde falan böyle gösterebilirim. Hal-hazırda yok. Sileyim. Ben indi elimi parçaya vurdumsa elimden alayım. Ben zaman kafede uğrabilmem. Onda bu şeyler bu pişkirim pişkiye kadar. Her şeyden sonra elimden uğrabilmem. Siz de yersiniz. Artıq hazırdır kotletim. Bu dəmiri görürsünüz. Çay dəmə qoyuram çayını. Bu yağın içindədir. Bunu yuyacağım. Bax, buralar yağ oldu görürsünüz. Siləcəm mən qalan sinəklə ala. Yeməyi pişirib bitəndən sonra. Görürsünüz, amma bir il silməsəm necə olar bura? Gedirək Nilayla su doldurma. Bu vlogda mənim bir günüm idi. Əgər vloglarımı bəyənirsinizsə kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Növbəti vloglarda görüşərik.